Həqiqətən cəhənnəm kafirlər üçün pusquda dayanıb gözləyir. O, həddi aşanların qayıdacağı yerdir. Onlar orada əsrlər boyu qalacaqlar. İblisin bütün əskərləri daha belə. Rəbbinin, mən cəhənnəmi bütün günahkar cinlər və insanlarla dolduracağam sözü yerinə yetəcək. Şübhəsiz ki, ayələrimizi inkar edənləri odda yandıracaq. Hər dəfə onların dəriləri yandıqca, əzabı daim datsınlar deyə biz o dəriləri başqa dərilərlə əvəz edəcəyik. Doğrudan da kafirlərdən ötürü zəncirlər, buxovlar və alov saçan od hazırlamışıq. Həqiqətən bizdə onlar üçün qandallar və cəhənnəm hazırlanmışdır. Onlar üçün dəmir toppuzlar da hazırlanmışdır. O gün cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası? Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: kaş kitabım mənə verilməyəydi. Hesabımdan da xəbərim olmayaydı. Kaş ilk ölümüm həmişəlik olaydı. Var dövlətim məni əzabdan qurtarmadı. Hökmranlığım da məhv olub getdi. Mələklərə deyiləcək: onu yaxalayıb zəncirləyin, sonra da cəhənnəmə atın. Onu uzunluğu 70 dirsək olan zəncirə vurun. Çünki o, böyük Allaha iman gətirmirdi və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi. Bugün burada onun üçün bir dost tapılmaz. Qanlı irindən başqa yeməyi də yoxdur. Onu ancaq günahkarlar yeyər. Onlar cəhənnəm odunu uzaq məsafədən gördükdə belə, onun necə qəzəblə qaynamasını duyacaq və xışıltısını eşidəcəklər. Allah əmr edib deyəcək: atın cəhənnəmə hər bir inatçıl kafiri, xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni, başqa bir məbudu Allaha tay tutanı, atın onu şiddətli əzabın içinə. Yoldaşı şeytan deyəcəkdir: ey Rəbbimiz, onu mən yoldan çıxartmadım. Əksinə, o özü dərin azğınlıq